Bismillahirrahmanirrahim. İnnel hamdelellahi nahmeduhu ve nestainuhu ve nestağfiruh ve na'udzu billahi min şururi enfusina ve min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh ve men yudlil fela hadiye leh. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Amma ba'd. Allah Teala Zariyat suresi 55. ayette buyurur ki: وَذَكِّرْ فَاِنَّ الذِّكْرَى تَنْفَعُ الْمُؤْمِنِينَ. Hatırlat, həqiqətən xatırlatmaq möminə fayda verir. Və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərində buyurur ki: Haqqul muslimu aləl muslim xams. Müsəlmanın müsəlman üzərində olan haqqı 5'dir. Bunlardan biri də odur ki, tövsiyə, nəsihət istədiyi zaman ona tövsiyə, nəsihət verməkdir. Həqiqətən də bu insanın imanının artmasına və həmçinin insanın batildən haqqa yönəlməsi üçün ən böyük səbəblərdəndir. Altdan istəyirik ki, Allah Teala bizə gözəl bir şəkildə nəsihətə tabi olanlardan etsin. Əmin. Və bugün götürəcəyimiz mövzu insanların axirətdə, qiyamət günü onların halı barəsində olacaqdır. Bildiyimiz kimi qiyamət günü çox dəhşətli bir gündür və insanın ağlına gətirə bilməyəcəyi və dərk edə bilməyəcəyi və gözləri ilə, yəni Allah-u Teala'nın dünyada verdiyi bu gözlərlə görə bilməyəcəyi dəhşətlərlə doludur. Axirət günü elə bir gündür ki, insanın dünya həyatındakı yaradılışı, xəlq olunması, axirəti görməsi üçün mümkün deyil. Axirəti görəcək bir qabiliyyətdə deyil. Məsələn, bugün insan gözləri ilə oda baxa bacarmır. Müəyyən qədər baxır və müəyyən məsafəyə qədər yaxınlaşır. Ancaq müəyyən məsafədən sonra insan acizdir. Ancaq axirətə gəldikdə isə Allah-u Teala insanın dərisini başqa dəri ilə, bədənini başqa bədənlə, hətta gözlərini belə başqa gözlərlə əvəz edəcəkdir. O gün dəhşətli bir gündür. İnsanın haqqı görə bilməsi üçün. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Qaf surəsi 22-ci ayədə: "Fəkəşəfnə ankə ğita'əkə fəbəsarukəl yevmə hadid." Bugün biz səndən, sənin gözündən pərdəni qaldırdıq və sən hər şeyi çox yaxşı bir şəkildə görürsən. Yəni insanın gözü, dəmir kimi. Bir misal olaraq, dünyadaykən insanın gözü bunu görə bacarmır, qabiliyyəti yoxdur. Amma axirətdə isə Allah-u Teala ona gözlərin əvəzinə başqa bir göz verir. Yəni onu, o əzabı, o şiddəti, o istiliyi daha dəqiq bir şəkildə görməsi üçün. Yəni bu da həqiqətən də axirət əzablarından bir əzabdır ki, insanın o vahiməni görməsi, insanın o vahiməni görərək qorxuya düşməsi. Həqiqətən bu çox dəhşətli bir şeydir. Allah-u Teala bizə axirət barəsində və axirəti bizə başa salan və bizə dünyadaykən axirəti qazanmağa səbəb olan bir kitab göndərmişdir. Quran kitabı. Və bu kitabı bizə gözəl bir şəkildə başa salmağa və bizə ibrət olan Peyğəmbər sallallahu aleyhi və səlləm bizim içimizdən seçmişdir. Mələk olaraq seçməmişdir. Yəni onun yaradılışı da bizim yaradılışımız idi. O da bizim kimi ac olurdu. O da bizim kimi ailə qururdu. Evladları olurdu. O da bazara gedirdi, ticarət edirdi, borclanırdı və yatdığı zamanda kasıbçılıq içərisində yaşadığına görə həsir üzərində yatırdı və hətta ac olurdu və hətta xəstələnirdi. Yəni bizdən biri idi. O da bir insan idi. Allah-u Teala onu bizdən göndərdi, bizə ki, ibrət üçün, bizə bir nümunə üçün göndərdi. Axirəti bizə düzgün bir şəkildə başa salması üçün göndərdi. Və həqiqətən axirət həyatı çox dəhşətli bir həyatdır. Və insan məşhərə, həşr olunduğu zaman və məşhərə gedildiyi zaman və baxar ki, insan sağına, qiyamət günü sağına baxar və görər ki, hər kəs ayaq yalın və çılpaqdır. Soluna baxar, önünə baxar, arxasına baxar və hər kəsin öz halında olduğunu görə. Və Ayşə radiyallahu anhadan rəvayət olunur ki, ya Rasulullah, o gün insanlar bir-birlərinə baxmazlarmı? Çünki insanlar çılpaqdılar. Və Peyğəmbər s.ə.v buyurur ki, bir məna olaraq o gün hər kəsin özünə çatan dərdi olar. Hər kəs dərd sər içərisində olar. Heç kimin gözünə
Yəni o gün o görünməz. Yəni çox dəhşətli bir gündür və Allah-u Teala da qiyamət günü oradakı olan insanların dilindən belə buyurur ki: "Yaqulu ya leytani qaddamtu li hayati." O deyər ki, kaş ki bugün üçün, yəni öldükdən sonra olan həyat üçün, axirət üçün əməl edəydim deyər. Yəni insan bu sual, bu ayəni düşündüyü zaman fikirləşir ki, nə üçün insan belə deyir? Nə üçün deyir ki, kaş ki axirətim üçün əməl edəydim. Yəni çünki çox dəhşətli bir şeydir. Allah-u Teala başqa ayədə buyurur ki: وَمَا هَذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَعِبُ إِلَّا لَهْوٌ وَلَعِبٌ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ لَوْ كَانُوا يَعْلَمُونَ. Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Ahirət yurdu isə əbədi həyatdır. Kaş ki biləydilər. Allah Teala Ənkabut surəsində buyurur. Çünki insan dünyadaykən dünya həyatı onu aldadır. Dünyanın bərbəzəyi, dünyanın gözəlliyi və dünyanın şirinliyi onu aldadır və axirət həyatını unudur. Və axirət həyatını unutduqdan sonra da Allah qorusun, axirətdə baş verən şeyləri gördükdə və bunu edir ki, ya leytəni və yəqul ya leytəni qaddamtu li hayati, kaş ki ya leytəni, yəni insanın bunu deməsi ilə peşmançılığını bildirir. Kaş ki axirət həyatım üçün, bu dünya üçün mən öncədən əməl görəydim. Çünki o gün insan həmən ki qurulmuş məhkəmədən ayrılan insanları görəcəkdir. Çünki qiyamət günü çox dəhşətli bir gündür. İnsanın gözü dəmir kimi olar. Hər şeyi görər. Və mələklər dəstə-dəstə gələr. Və aləmlərin Rəbbi olan Allah Subhanahu və Teala hakimlərin hakimi orada olar. Və qəzəbli olar. Və insanın əleyhinə olan insanın şahidləri də öz əzaları olar. Fikir verin. Dəhşətli bir gün. Yəni orada insan dünyada məhkəmədə olmuşuq da. Təsəllə orada polislər olur. Dünyadakı məhkəmədə polislər olur, şahid olur və hakim olur. Və bir də insanın özü olur. Və fikirləşin ki, o gün məhkəmə qurulur və cəhənnəm gözünün qabağında Allah da buyurur ki, وَجِيءَ يَوْمَ اِذٍ بِجَهَنَّمْ. O gün cəhənnəm gətirirlər. Və cəhənnəm insanın gözünün qabağında və əməl dəftərləri əlində. İnsan bir fikirləşsin və orada olan məhkəmənin ordusu Allahın mələkləridir. Allah Teala Quran-ı Kərimdə onlar barəsində buyurur ki: "Ya eyyuhellezine amenu qu enfusakum və əhlikum nara." Ey iman gətirənlər, özünüzü və ailənizi cəhənnəm odundan qoruyun. "Və quduhan-nasu vel-hicara." Hansı ki onun yanacağı insanlar və daşlardır. "Aleyha melaiketun ghilazun şidad, la ya'sunallaha ma amarahum və yef'aluna ma yu'marun." Onun üzərində Allah-u Teala əzəmətli, şiddətli və Allahın əmrini dərhal yerinə yetirən, Allaha heç vaxtı asi olmayan mələklər vardır. Allah-u Teala qiyamət günü barəsində və cəhənnəmin üzərində mələklərin olması barəsində xəbər verir. Təsəvvürlə, həmən ki məhkəmənin ordusu Allahın mələkləridir. Və şahidlər sənin əzalarındır. İnsanın əzalarıdır. O gün insanın dili, insanın gözü, insanın qulağı, əli, hər bir şey danışacaqdır. Və deyəcək, limə şəhidtum əleyyə. Bimənə olaraq, niyə üçün əleyhimizə şahidçilik etdin? Və əzalar dilə gələcək və deyəcək ki, hər şeyi dilə gətirən Allah bizi də danışdırdı. Və hakimdə yerin göyün sahibi olan Allah Subhanahu və Teala'dır. Və baxın, necə dəhşətli bir gün. Əleyhissalam. Bu fikir verin, necə dəhşətli bir gündür. Və o gün salih insana öz səhifəsi veriləcəkdir. Öz kitabları veriləcək, öz kitabı veriləcəkdir. Və ona deyiləcəkdir ki, İqra kitabək, kitabını, öz kitabını oxu. Və o şəxs də kitabını oxuyacaqdır. Və kitabının
xeyirlərlə dolu olduğunu görəcəkdir. Və kitabını insanlara yaxşılıq etməklə, başqa insanların ehtiyacını ödəməklə və çoxlu Qur'an oxumaqla və dul qadınların iffətini qorumaqla, onların həyasını qorumaqla, onların ehtiyaclarını ödəməklə, öz ailəsinin, evladlarının haqqını qorumaqla və məsciddə qılınan namazlarla və verilən sədəqələrlə və həmçində valideynin duaları ilə dolu olduğunu görəcəkdir. Yəni çox gözəl bir şeydir ki, insan qiyamət günü bunları tapsın öz səhifəsində və hər dəfə öz səhifəsini oxuduqca mələklər ona şahidçilik edəcəklər. Mələklər onun o əməllərinə şahidçilik edəcəklər. Və sonra deyəcəkdir ki, ey Rəbbim, Rabbənə, innənə munadiyəy munadi, Rabbənə, innənə səmi'nə munadiyəy yunadi lil-imani ən əminu bi Rabbikum fəəmənnə. Əl-İmran surəsi 193-cü ayədə buyurur ki, o deyəcəkdir ki, ey Rəbbim, həqiqətən biz Rəbbinizə iman gətirin deyə imana çağıran bir çağırışçını eşidib iman gətirdik. Və deyəcək ki, ey Rəbbim, bu mənim əməllərimdir. Öz nəfsimlə vuruşdum və sənin razılığın üçün çalışdım. Ey Rəbbim, Rabbənə və ətinə mə vəəttənə alə rusulikə və la yuhsinə və la yuxzinə yevməl qiyamə innəkə la tuxliful mi'ad. Ey Rəbbim, öz elçilərinin vasitəsilə vəd etdiklərini bizə ver və qiyamət günü bizi rəzil etmə. Şübhəsiz ki, sən vədinə xilaf çıxan deyilsən. Və o zaman insan etdiyi əməlləri görəcəkdir. Və sonra bir səs eşidiləcəkdir, nəcəvtə, nəcəvtə. Yəni insan qiyamət günü öz səhifəsini oxuduqdan sonra sevinəcək və bu dua ilə Rəbbinə dua edəcək və Rəbbinin bu əməl sahiblərinə vəd etdiyi o vədi Rəbbindən istəyəcəkdir. Və bu zaman və bir səs eşidiləcəkdir, nəcəvtə, nəcəvtə, sən artıq nicat tapdın. Nicat tapdın, yəni qurtuluşa ərdin. Allahdan istəyirik ki, Allah Teala bizi o nicat tapanlardan etsin. Və sonra deyəcəkdir, xud kitabəkə bi yəminik, kitabını sağ əlinlə götür. Və bu da böyük bir müjdədir. Çünki qiyamət günü insanın kitabı sağ əlindən veriləcək və yaxud da ki, sol əli və başının arxasından veriləcəkdir. Allah Teala Quran-ı Kərimdə Haqqa surəsində buyurur ki, فَأَمَّا مَنْ اُوْتِيَ كِتَابَهُ بِيَمِينِهِ. O şəxsin ki kitabı, biməna olaraq, o şəxsin ki kitabı sağ əlinə verirlər, فَيَقُولُ هَاُ مُقْرَأُوا كِتَابِيَ. Deyək ki, ey, çığıraraq, kitabımı oxuyun. İnni zanantu enni mulaqin hisabiyə. Mən həqiqətən də inanırdım ki, yəni etdiyim əməllərə görə Rəbbimin qarşısında hesaba çəkiləcəyəm. Rəbbimlə görüşəcəyəm. Yəni, dünyadaykən yəqinliklə inanırdım və həqiqətən də mən bugün ona yetişdim. Rəbbimin müjdəsi mənə gəldi. Fikir verin. Ondan sonra və Allah-u Teala onun üçün cənnət, yüksək cənnətlər vəd vermişdir. Və elə bir cənnət ki, qutufuhə dəniyəm, qutufuhə nə deməkdir? Yəni, üzən meyvələri yaxın olan bir cənnət. Fikir verin. Allahdan istəyirik ki, Allah-u Teala bizi kitabımızı sağ əlimizə verilənlərdən və salsız cənnətə girənlərdən etsin. Əmin. Sonra həmənki şəxs insanların gözü önündə itər. Və mələklər onu heç bir kölgənin olmadığı bir gündə Allah Subhanahu və Teala'nın arşının kölgəsində kölgələndirmək üçün apararlar. Fikir verin. Yəni, təsəvvür edin ki, hər şey göz qabağında. Cənnət və Allahın əzab mələkləri və məhkəmə qurulub, hər bir şey insanın və Rəbbindən sənə bir səs gəlməsi ki, sən nicat tapsın. İnsan necə olar? Subhanallah. Və sonra mələklər onu apararlar və deyirlər ki, Sələmun aleykə bimə sabartum fə ni'mə uqbəddər. Dünyadakı çətinliklərə səbir etdiyinizə görə sizə salam olsun, axirət yurdu necə də gözəldir. Və həqiqətən bu böyük bir neymətdir. Və bu bir kişinin məhkəməsindən sonra
öz Rəbbinin ona verdiyi böyük bir mükafatı ilə sevinməsidir. Və sonra başqa bir kişi gətirirlər, Allah qorusun, və bu insana deyilər ki, İqra kitabək, öz kitabını oxu. Kəfə bi nəfsikəl yevmə aleykə həsibə. Bugün sən özünü hesaba çəkməyin üçün özün kifayətsən. Özünü hesaba çəkməyin üçün özün kifayətsən. Yəni, kitabı gözləri önünə qoyular. Və Allah qorusun, günahkar, asi, öz asiliklərini, öz günahlarını, subhanallah, Rəbbinə olan şəkkini və Rəbbinə olan şirkini görər və dəhşətə gələr. Və deyər ki, وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُوا يَا وَيْلَتَنَا مَا لِهَذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا. Hər kəsin kitabı qarşısına qoyulacaq. Və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər, vay, bu necə bir kitabdır? Yəni, elə bir kitabdır ki, bütün əməlləri içərisində, bütün kiçik və böyük hər bir əməli içərisində cəm edən bir kitabdır. Onlar etdikləri əməlləri gözləri qarşısında görəcəklər. Rəbbim heç kəsə zülm edən deyildir, heç kəsə zülm etməz. Bir məna olaraq ayənin tərcüməsi. O öz kitabını oxuyacaqdır. Və görəcək ki, o Allahdan, Allahın dinindən, Allahın əmirlərindən çox uzaqdadır. Və çox uzaqdadır və onu hüzün bürüyəcək, onu şiddət bürüyəcək, onu qorxu bürüyəcəkdir. Və şübhə yoxdur ki, mələklər də onun ətrafında olacaqdır. Və mələklər ona deyəcəklər ki, Ələm yətikum nəzir, məyər sizə xəbərdar edən gəlmədimi? Qalu, bələ qad cəənə nəzirun. Onlar deyəcəklər, əlbəttə, bizə xəbərdar edən gəldi. Fəkəzzəbnə, biz onları yalanladıq. Və qulnə, mə nəzzəlallahu min şey. Və biz deyək ki, Allah sizə heç bir şey nazil etməmişdir. Subhanallah. Mə nəzzəlallahu min şeyin in entum illə fi dalalin kəbir. Siz də ancaq böyük bir azğınlıq içərisindəsiniz dedik. O zaman o çox böyük peşmançılıq və xüsran içərisində olacaq. Ona deyiləcəkdir. Zəlikə bimə qaddəmət yədək və ənəllaha leysə bizalləmin lil'abid. Ona deyəcəklər, bu dünyadaykən törətdiyin əməllərin cəzasıdır. Yoxsa Allah qullarına əsla zülm edən deyildir. Həcc surəsi 10-cu ayədə Allah Teala buyurur. Kitabını götür deyiləcək. Kitabı sol əlinə veriləcəkdir. Bu zaman qışqıraraq deyəcəkdir ki, mə hələkə anni sultaniyə, mə əğnə anni məliyə, hələkə anni sultaniyə. Malım mənə fayda vermədi və hökümranlığım da məhv oldu, getdi. Bu zaman onu rüsvayçılıq, aşağılama və əzab bürüyəcəkdir. Bunda insan bu hal gəldiyi zaman, insan bu hala düşdüyü zaman deyəcəkdir ki, yəqulu, yə leytəni qaddəmtu li həyətim. O kaşk axirət həyatım üçün öncədən hazırlıq görəydim deyəcəkdir. Kaş axirət həyatım üçün öncədən hazırlıq görəydim deyəcəkdir. Şübhə yoxdur ki, bu axirət hallarından, axirətdə baş verəcək hallardan müəyyən bir hissəsidir. Müəyyən bir hissəsidir. Allah ki, o günün dəhşəti dəhşətdir. O gün insanı vahimə basacaqdır. O gün uşaqların saçları ağaracaqdır. O günün dəhşətindən ana öz evladından, ata öz evladından, bacı qardaşdan qaçacaqdır. O günün şiddətindən insan öz valideynlərini, öz qardaşını fidyə verəcək, rüşvət vermək istəyəcək. Bütün ona yaxşılıq edən yaxınlarını, qohumlarını, dostu, tanışı bircə özü qutarsın. Bircə özü qutarsın. Allah Teala Quran-ı Kərimdə buyurur ki, فَإِذَا جَاءَتِ الصَّاخَّةِ O dəhşətli səs gəldiyi zaman
Yevme yefirrul mer'u min axih. O gün insan öz qardaşından və ummihi və əbih, öz anasından, atasından və sahibətihi və bənih, öz zövcəsindən, həyat yoldaşından və evladlarından qaçacaqdır. Çünki dəhşətdir. İnsan istəyəcək ki, bircə özü qurtar, heç kim yox, ancaq özü qurtarsın. Yəni çünki bundan sonra elə bir həyat var ki, sən o həyatda əbədisən. Yəni ölüm yoxdur. Ya əbədi cənnət, cənnətə girdin, çıxmaq yoxdur. Və cənnətdə Allah Teala buyurur ki, "Ləhum mə yeşəun fīhə." Orada nə istəsələr var. Və cənnət əhlinə verilən ən böyük nemət də odur ki, "Və lədəynə məzid." Allah Teala buyurur ki, biz artırasıyıq. O da Allahın cəmalının görünməsidir. İnsana cənnət əhlinə verilən ən böyük nemət insanın öz Rəbbini görməsidir. İnsanın öz Rəbbini görməsidir. Allahdan istəyir ki, Allah Teala bizə o həzzi, o ləzzəti, o neməti bizə daddırsın və sorğu-sual sonra Firdevs cənnətinə düşməyi nəsib etsin. Və şübhə yoxdur ki, buna əməl lazımdır. İnsanın sadəcə iman etdim və iman etməsi buna kifayət eləmir. İnsanın əməl etməsi lazımdır ki, axirət üçün, axirət həyatı üçün xoşbəxt olanlardan etsin. Ya leytəni qaddəmtu li həyati. Bu kəlməni deyənlərdən etməsin. Kaş ki, axirət üçün, bu əbədi həyat üçün əməl edəydim deyə bunu təmənni, bunu arzu edənlərdən etməsin. Və şübhə yoxdur ki, bu məsələdə də insanın yönəlməsi lazım olan yer Allaha tərəfdir. Allaha yönəlməsidir. Allahın müvəffəqiyyəti olmasa, Allahın yardımı gəlməsə, vallahi ki, biz heç kimik. Vallahi ki, insan hər hansı bir şeyi özündən görərsə, Rəbbinin ona olan neymətini itirərsə, vallahi ki, o insan tək qalar. Və bir də görər ki, artıq Allahdan uzaqdır və dindən uzaqdır. Hətta Allah qorusun görər ki, namazlardan belə uzaqdır. Namazlar artıq onu tərk edib. Allahın müvəffəqiyyəti, Allahın yardımı gəlməsin. Ona görə daim bu məsələlərdə, axirət və dünya məsələlərdə insan Rəbbinə yönəlməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm öz ümmətinə olduğu tövsiyələrdən də biri də budur ki, sünnəsində varid olan sünnələrdən də biri budur ki, Peyğəmbər s.ə.v hər namazın sonunda təşəhhüddən sonra salamdan əvvəl Rəbbindən yardım istəyərdi. Allahümmə, ey Rəbbim, ə'inni, kömək elə. Nə üçün? Alə zikrikə. Sənə zikr etməyə və şükrikə, verdiyi nemətə şükr etməyə və husni ibadətik və sənə gözəl bir şəkildə ibadət etməyə mənə yardım edin. Və biz də Allahdan istəyirik ki, Allah Teala bizə özünə layiq olduğu şəkildə ibadət etməyə və layiqincə qorxmağa və verdiyi, bizə buyurduğu əmrləri yerinə yetirməyə və qadağanlardan çəkinməyə bizə yardım etsin. Verdiyi hər bir nemətə şükür nəsib etsin və ona gözəl bir şəkildə ibadət etməyə müvəffəqiyyət versin. Və şübhə yoxdur ki, insanın elminin artması və insanın ibadətinin artmasının səbəblərindən biri də verilən nemətə şükürdür. Allah-u Teala buyurur ki, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ. Əgər şükr etsəniz, sizə olan nemətimi artıraram. Bəs ibadətin, elmin şükrü necədir? Hər bir şeyin şükrü var da. Elmin də, ibadətin də şükrü odur ki, insanın etiraf etməsi. Yəni, Rəbbim, mən kim idim ki, məni səhər insanlar yataqda isti yerlərində olduğu zaman məni yatağımdan durğuzdun və öz evlərindən birinə gətirib və cəmaat namazı qılmağa müvəffəq etdim. Yəni, Allahın yardımı olmasa nədir? Mümkündür. Yəni, insan bunu etiraf edərsə, bu olan nemətə şükürdür. Və o qədər insanlar var ki, onlar səhər namazını məsciddə qılırlar və evlərinə qayıtana qədər Rəblərinə şükr edirlər. Yəni, sənə şükür olsun ki, məni evimdən çıxartdın və məscidə gətirdin. İnsanlar yatdığı bir zamanda. Və bunun kimi digər məsələlər var ki, şübhə yoxdur ki, Allahın bizə yardımı olmasa, müvəffəqiyyəti olmasa biz bacarmarıq. O qədər namazdan uzaq düşənlər, məsciddən uzaq düşənlər, içki stollarında və haram məclislərində və qumar stollarının arxasında oturanlar var ki, o məclisdən qurtula bilmirlər. İstəyirlər, arzulayırlar, amma müvəffəqiyyət yoxdur. Amma Allah Subhanahu Teala bizə bunu nəsib etmiş. Bu da Rəbbimizin bizə olan böyük müvəffəqiyyətli yardımı. Buna görə də Rəbbimizə şükr etməliyik və etiraf etməliyik. Etiraf etməliyik ki, Allahım, bu yardım səndəndir.
Altın istəyir ki, Allah bizə özündən bizə gələn yardımını kəsməsin. Və bizi irəlilədikdən sonra geriləməkdən, hidayətə gəldikdən sonra azmaqdan qorusun. Allah istəyirəm ki, ey qəlbləri çevirən, bizim qəlbimizi dinin üzərində sabit elə və bizim qəlbimizi səndən çevrilməkdən qoru. Əmin.